Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə, ümumilikdə 177 nəfər, Xocalının Xanabad kəndinə isə 19 ailə, ümumilikdə 89 nəfər yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Qarabağda daimi məskunlaşmaq imkanı əldə ediblər. Bugünkü günə şükür. Allah sizə də kömək dursun. Prezidentimizə də dəyməsin. Bizə şərait yaradıb, bizə xoş günlər elətdi. O pis günlərimiz əyində qalsın. Allah şəhidlərimizin yeri behişt olsun. Qazilərimizə can sağlığı versin. 4 uşağıdır. Mən də yoldaşım. İkisi rəhmətə gedib, oğlumla yoldaşım. Şəkillər aparıram. Yenə şükür, nəvələrimlə gedirəm, gəlinimlə, oğlumla yenə gedirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların sayəsində gedirik də. İndi bugünkü gün biz çox sevinirik. Çox sevinirik, həddindən artıq. Öz torpağımıza gedirik. Bir şəhid qardaş kimi onu deyə bilərəm ki, çox sevinirik biz. Çox sevinirik, həddindən artıq. O vaxtı 2 uşaqla gəlmişdim. İndi 10 nəfərik ailədə. Şəhidlərimizə Allah rəhmət olsun deyə bilərik ancaq. Bugün onların sayəsində qayıdırıq vətənə, torpağa. Bir də Allah cənab prezidentimizə də Allah can sağlığı versin ki, el onların üstündə duraraq ordumuza da güc qüvvət versin ki, qayıdırıq bugünkü torpaqlarımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah prezidentimizə can sağ eləsin inşallah, belə deyək də. Hamımız evimizdə, obamızda, yurdumuzda inşallah Allahın izni ilə vətənimizə, millətimizə xeyirli bir iş görərik Allahın köməkliyi ilə. İndi 6 nəfər qayıdırıq, 5 nəfər. Amma orada çıxanda 3 nəfər çıxmışdı, atam, mən, anam. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Xocalı və Xocavəndə qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş sənnaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, Elxan Camalov, Real.